çay arasının digər dövlətləri. Babil. Babil qədim dünyanın ən böyük şəhərlərindən olmuşdur. O, Fərat çayı sahilində qədim Şumer şəhərlərindən birinin yerində yaranmışdı. Şəhər Şumer dilində Kadınqır, yəni Tanrının qapısı adlanırdı. Ərəbistan yarımadasından gələn tayfalar şəhəri tutandan sonra ona öz dillərində eyni mənanı verən Bab ili adını verirdilər. Babil şəhəri mühüm ticarət yollarının keçdiyi ərazidə yerləşirdi. Eradan əvvəl 2-ci minilliyin əvvəllərindən iki çay arası şəhər dövlətləri arasında ticarət əlaqələri gücləndi. Bu, Babil şəhərinin mühüm ticarət mərkəzinə çevrilməsinə səbəb oldu. Su və karvan, quru yollar ticarəti Asiyanın digər ölkələrinə Babil şəhərindən keçirdi. Tacirlər Kiçik Asiya, Aralıq dənizinin sahilləri və İran körfəzi əraziləri ilə ticarət əlaqələri yaratmışdılar. Hələ eradan əvvəl 3-cü minillikdə Şumer şəhərləri bu körfəz vasitəsilə Hindistan tacirləri ilə mal mübadiləsi edirdilər. İki çay arası dövlətlərindən başqa ölkələrə yüksək ustalıqla hazırlanmış sənətkarlıq məhsulları, rəngli saxsı qablar, qızıl və qiymətli daşlardan hazırlanan bəzək əşyaları, ərzaq və sairə aparılırdı. Eradan əvvəl 2-ci minilliyin əvvəllərində Babil dövləti meydana gəldi. Babil dövlətinin ən qüdrətli çağları hökmdar Hammurapinin hakimiyyəti dövrünə təsadüf edir. Hammurapi bütün iki çay arasını Babil dövlətinin hakimiyyəti altında birləşdirdi. Ölkəni birləşdirdikdən sonra o, geniş abadlıq işləri apardı. Hammurapi bacarıqlı rəhbər və təşkilatçı kimi təsərrüfatın bütün sahələrinə, əkinçilik, maldarlıq, bağçılıq, həmçinin kanal və yolların çəkilməsinə, ticarətə, sənətkarlığın inkişafına aid işlərə şəxsən özü nəzarət edirdi. Nəticədə Mesopotamiya iki çay arası yenidən Asiyanın inkişaf etmiş regionuna, Babil şəhəri isə onun mərkəzinə çevrildi. Hammurapi bütün ölkə üçün vahid qanunlar yaratdı. O, Şumer şəhər dövlətlərində olan qanunları təkmilləşdirib, yeni qanun külliyyatı tərtib etdi. Qanunlar cəmiyyət həyatının bir çox sahələrini, torpağa sahiblik, ticarət qaydaları, borc və faiz, cinayətlərə görə verilən cəzalar, hətta həkimlərin də fəaliyyətini tənzimləyirdi. Ancaq qanunlar insanlar arasında fərq qoyur, varlı və yuxarı təbəqədən olan insanların mülkiyyətini və mənafeyini qoruyurdu. Hammurapinin qanunları bu dövrdə iki çay arasında quldarlıq münasibətlərinin xüsusiyyətlərini izləməyə imkan verir. Qanunlardan aydın olur ki, həmin dövrdə borcunu qaytara bilməyən insanlar da qula çevrilə bilərdilər. Borca görə köləlik 3 il çəkirdi. Qulun övladları da qul olurdu. Valideynlərindən biri azad olan insan olduqda övladı azad olurdu. Hammurapinin qanunları həkk olunmuş bazalt daş Ur şəhərindən tapılmışdır. Mixi yazı ilə yazılmış qanunlar 282 maddədən ibarətdir. Hammurapinin hakimiyyətindən sonra Babil dövləti zəiflədi. Şəhər bir neçə dəfə düşmənlər tərəfindən ələ keçirilib qarət olundu. Eradan əvvəl 2-ci minilliyin sonlarında Babil iki çay arasının digər güclü dövləti olan Aşura tabe edildi. Babilin ikinci dəfə yüksəlişi eradan əvvəl 7-ci yüzillikdə başladı. Bu dövrdə Babil yenidən iki çay arasında ən güclü dövlət oldu. Dövlətin qüdrətli dövründə Babildə milyona yaxın insan yaşayırdı. Şəhər möhtəşəm qala divarları və bürclərlə əhatə olunurdu. Şəhərin 8 darvazası var idi. Bunlardan ən məşhuru İlahə İştarın adı ilə adlanırdı. Şəhərin daxilində hökmdarların sarayı, tanrıların şərəfinə ucaldılmış məbədlər, dünyanın 7 möcüzəsindən biri hesab olunan asma bağlar və Babil qülləsi yerləşirdi. Dövlət süqut etdikdən sonra da Babil şəhəri öz əzəmətini və gözəlliyini saxlayırdı. Herodot Babili gördüyü şəhərlər arasında ən gözəl şəhər hesab edirdi.